Bugün kofe içməmişəm deyə özümü yorğun, bitkin və halsız hiss edirəm. Elə mövzunu da özüm açmışkən biraz kofein haqqında danışmaq istəyirəm. Nədir kofein? Əslində kofein bitkilərin özünü müdafiə mexanizmidir. Həşəratları, müxtəlif cücüləri özündən uzaqlaşdırır. İnsanda isə sinir sistemini aktivləşdirən bir rol oynayır. Kofenin, çayın, bizon kimi bəzi enerji içkilərinin, kakaonun tərkibində çoxdur. Nə edir? Beyində yorğunluq siqnalı verən adenozin adlı maddə var. Həmin maddənin reseptorlarını bloklayır və beyin özünü yorğun deyiləm kimi kodlayır. Yəni bir növ beyni aldadır. Diqqət və fokusu artırır, dolayı yolla dopamin sisteminə təsir göstərib motivasiyamızı qaldırır, əhvalımızı yaxşılaşdırır. İdmanda insanın dözümlülüyünü artırır, yağ istifadəsini yüksəldə bilir. Ona görə pre-workout məhsullarının çoxunun tərkibində kofein olur. Parkinson xəstəliklərində risk azaltdığı deyilir, tip 2 diabetlərdə riski azaltdığı deyilir. Təbii ki, mənim kimi şəkərli qəbul edənlərdə yox, o şəkərsiz qəbul edənlərə aiddir. Mənfi cəhətlər nələrdir? İlk öncə yuxusuzluq verə bilir, ürək döyünməni artırır, dolayı yolla panik ataklara səbəb ola bilir, asılılıq yaradır, hansı ki içməyəndə baş ağrısı, halsızlıq, əsəbilik halları ola bilir. Mədədə turşuluq yaratdığı deyilir. Yekun olaraq orta miqdarda istifadə edən sağlam insanda qəhvə, kofein təhlükəli sayılmır, əksinə faydalı cəhətləri daha çoxdur.